İkinci mövzumuz isə dərmanların orqanizmdə hərəkəti, yəni farmakokinetikası haqqındadır. Farmakokinetika dərmanın orqanizmə daxil olduqdan sonra keçdiyi mərhələləri öyrənir. Bu mərhələlərə daxildir adsorpsiya, distribusiya, metabolizma və eliminasiya. İlk olaraq adsorpsiya, yəni sorulma haqqında danışaq. Adsorpsiya dərmanın tətbiq olunduğu yerdən qan dövranına keçməsidir. Bu proses dərmanın formasından, tətbiq yolundan və orqanizmin vəziyyətindən asılıdır. Məsələn, intravenoz yeridilmədə adsorpsiya mərhələsi olmur, çünki dərman birbaşa qana daxil olur. Növbəti mərhələ isə distribusiyadır, yəni yayılma. Distribusiya zamanı dərman qan vasitəsilə müxtəlif orqan və toxumalara paylanır. Bu prosesdə qan dövranı, toxumaların xüsusiyyətləri və dərmanın zülallarla bağlanma qabiliyyəti mühüm rol oynayır. Daha sonra isə metabolizma, yəni biotransformasiya baş verir. Bu mərhələdə dərman əsasən qaraciyərdə kimyəvi dəyişikliklərə uğrayır. Məqsəd dərmanı daha suda həll olan hala gətirib, orqanizmdən asan xaric olmasını təmin etməkdir. Son mərhələ isə eliminasiyadır, yəni xaric olunma. Dərman və ya onun metabolitləri əsasən böyrəklər vasitəsilə sidiklə, həmçinin öd, tər və ya nəfəs yolu ilə orqanizmdən çıxarılır. İndi isə dərmanların təsirini dəyişən amillərə baxaq. Dərmanın təsiri yalnız onun dozasından asılı deyil. Bir çox faktorlar bu təsiri dəyişə bilər. Məsələn, yaş, uşaqlarda və yaşlılarda dərmanın təsiri fərqli ola bilər. Bəzi dərmanlar qadın və kişilərdə fərqli təsir göstərə bilər. Bədən çəkisi və metabolizma sürətli təsir edə bilər. Genetik xüsusiyyətlər, yəni bəzi insanlar dərmanlara daha həssas ola bilər. Xəstəliklər, xüsusi qaraciyər və böyrək xəstəlikləri dərmanın təsirini dəyişə bilər. Digər dərmanlarla qarşılıqlı təsiri. Eyni anda qəbul olunan dərmanlar bir-birinin təsirini artıra və ya azalda bilər. Qidalanma və həyat tərzi, alkoqol, siqaret və qidalar da təsir göstərə bilər. Beləliklə, dərmanın orqanizmdə təsiri sadəcə qəbul etməkdən ibarət deyil. O, mürəkkəb bir prosesdən keçir və bir çox amillərdən asılıdır. Növbəti mövzumuz dərmanların xüsusi qruplarından, xüsusilə orijinal, yəni patentli və generik dərmanlardan ibarətdir. Farmakologiyada dərmanlar yalnız təsirinə görə deyil, həm də mənşəyinə və istehsal xüsusiyyətlərinə görə qruplaşdırılır. Bu baxımdan dərmanlar iki əsas qrupa bölünür. Orijinal, yəni patentli dərmanlar və generik dərmanlar. İlk olaraq orijinal dərmanlara baxaq. Orijinal dərmanlar yeni kəşf olunmuş, ilk dəfə hazırlanmış və klinik sınaqlardan keçmiş dərmandır. Bu dərman müəyyən bir şirkət tərəfindən hazırlanır və onun üzərində patent hüququ əldə edilir. Patent müddəti adətən 20 ilə qədər davam edir və bu müddət həmin dərmanı yalnız həmin şirkət istehsal edə bilər. Orijinal dərmanların hazırlanması çox uzun və mürəkkəb bir prosesdir. Bu prosesə laborator tədqiqatlar, heyvanlar üzərində sınaqlar və bir neçə mərhələli klinik tədqiqatlar daxildir. Bu səbəbdən orijinal dərmanlar adətən daha bahalı olur. Çünki onların hazırlanmasına böyük maliyyə və zaman sərf olunur. Orijinal dərmanların üstünlükləri yüksək keyfiyyət və effektivlik, tam klinik sübut bazası, təhlükəsizlik baxımından geniş araşdırılmış olmasıdır. Mənfi cəhəti isə adətən yüksək qiymətidir. İndi isə generik dərmanlara keçək. Generik dərman patent müddəti bitdikdən sonra eyni təsir edici maddə əsasında digər istehsalçılar tərəfindən hazırlanan dərmandır. Yəni generik dərman orijinal dərmanın analoqudur.
Generik dərmanlar orijinal dərmanla eyni təsir edici maddəyə, eyni dozaya və oxşar təsir mexanizminə malik olur. Onlar bioekvivalent olmalıdır, yəni orqanizmdə eyni sürətlə sovrulmalı və eyni təsiri göstərməlidir. Generik dərmanın üstünlükləri daha ucuz olması, geniş əlçatanlıq, səhiyyə xərclərinin azaldılmasıdır. Lakin bəzi hallarda köməkçi maddələr fərqli olduğu üçün təsirin başlanma sürəti və ya fərdi dözümlülükdə cüzi fərqlər ola bilər. Burada vacib anlayış bioekvivalentlikdir. Bioekvivalentlik o deməkdir ki, generik dərman orijinal dərmanla eyni effektivlik və təhlükəsizlik profilinə malik olmalıdır. Beləliklə, orijinal dərmanlar innovasiya və ilkin kəşf mərhələsini, generik dərmanlar isə daha əlçatan və iqtisadi alternativi təmsil edir. Hər iki dərman qrupu müasir tibbdə mühüm rol oynayır və düzgün seçim həkim məsləhəti ilə aparılmalıdır. Sonuncu mövzumuz dərmanların adlandırılması və dərman qablaşdırılmasının üzərində göstərilən məlumatlar haqqındadır. Dərman vasitələrinin düzgün istifadəsi üçün onların adlandırılması və üzərində olan məlumatları anlamaq çox vacibdir. İlk olaraq dərmanların adlandırılmasına baxaq. Dərmanların adları əsasən 3 formada olur. Birincisi kimyəvi adıdır. Bu ad dərmanın kimyəvi quruluşunu əks etdirir və adətən çox uzun və mürəkkəb olur. Praktikada çox istifadə olunur. İkincisi beynəlxalq qeyri-patent adı, yəni generik adıdır. Bu ad Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilir və bütün dünyada eyni olur. Məsələn, parasetamol, ibuprofen kimi adlar generik adlardır. Üçüncü isə ticarət adı, yəni marka adıdır. Bu ad dərmanı istehsal edən şirkət tərəfindən verilir və eyni təsir edici maddə müxtəlif şirkətlər tərəfindən fərqli adlarla buraxıla bilər. İndi isə dərman qablaşdırılmasının üzərində göstərilən əsas məlumatlara nəzər salaq. Birinci, dərmanın adı. Həm generik, həm də ticarət adı göstərilə bilər. Təsir edici maddəsi, dərmanın əsas aktiv komponenti qeyd olunur. Doza, məsələn 500 mg, 10 mg və s. Dərmanın forması, tablet, kapsul, sirop, inyeksiya və s. İstifadə qaydası, necə və hansı dozada qəbul olunacağı. İstehsalçı şirkət, dərmanı istehsal edən firma haqqında məlumat. İstehsal tarixi və son istifadə tarixi, dərmanın yararlılıq müddəti. Seriya nömrəsi, dərmanın istehsal partiyasını göstərir. Saxlama şəraiti, məsələn, otaq temperaturunda və ya soyucuda saxlanmalıdır. Qeydiyyat nömrəsi rəsmi qeydiyyatdan keçdiyini göstərir. Bundan əlavə bəzi qablaşdırmalarda xüsusi xəbərdarlıqlar da ola bilər. Məsələn, reseptlə verilir, uşaqlardan uzaq saxlayın, hamiləlikdə ehtiyatla istifadə edin kimi qeydlər. Bəzi hallarda dərmanın üzərində barkod və ya QR kod yerləşdirilir ki, bu da məhsulun izlənməsi və saxtakarlığın qarşısının alınması üçün istifadə olunur. Beləliklə, dərmanların adlandırılması və qablaşdırma üzərində olan məlumatlar dərmanın düzgün və təhlükəsiz istifadəsi üçün əsas məlumat mənbəyidir. Bu qədər.